Gününüz aydın olsun. Mənim sözüm Təhsil Nazirimiz cənab Emil müəllim Əmrullayevədir. Emil müəllim, ulu öndərimizin Allah rəhmət eləsin, bir gözəl bir kəlamı var, deyir, təhsil millətin gələcəyidir. Emil müəllim, siz bu gələcəyi, millətin gələcəyini harda görmək istəyirsiniz? Tində bucaqda təhsildən qırağa yayılan cavan uşaq oğlanlarımızı və yaxud da kuryer işləyən, təhsildən qırağa kuryer, ofisiant işləyən cavan oğlanlarımızı mı görmək istəyirsiniz? Yəni bu gələcəyi nə cür görmək istəyirsiniz? Və yaxud da təhsildən qırağa marketlərdə, ailəvi restoranlarda ofisiant işləyən qızlarımızı görmək istəyirsiniz? Necə görmək istəyirsiniz? Bu ulu öndərimizin yəni kəlamlarına uyğun bir yaşamalıyıq da ki, belə deyək də. Yəni bu gələcəyi niyə uçuruma aparırsınız Emil müəllim? Sizin bu təhsil sistemi mən deyərdim ki, 0 dərəcədədir. Hansı ki, aşağı kateqoriya dövlət məktəblərində oxuyan uşağın təhsil almağı hansısa bir vəsaitə başa gəlir. Bu birinci növbədədir. Və təhsil müəllimlərin dərs keçməyə hansısa bir sistemi düzgün sistem deyil. Bu mənim subyektiv fikrimdir. Müstəqil ölkənin vətəndaşı kimi və bunu da vurğulayıram ki, cənab prezidentimiz İlham Əliyevin mən deyərdim ki, ən çox diqqət ayırdığı, ən çox vəsait ayırdığı bir nazirlikdir və sahədir. Bu təhsil sahəsi. Amma çox təəssüflər ki, bu vəsait və yaxud da bu qayğıya riayət olunmur bu təhsil sistemində. Mən bir valideyn kimi sizə səslənirəm. Bu mənim subyektiv fikrimdir və müstəqil ölkənin vətəndaşı kimi söz demə azadlığım var. Və bundan da istifadə edib mən sizə bir nazir kimi müraciət edirəm. Cənab nazir, mən niyə evladımı 1-ci sinifdə, artıq 2 aydır, 2-ci aydır ki, məktəbə gedir 1-ci sinifdə. Mən niyə ona müəllim tutmalıyam? Dərsliklər verilir, ingilis dili dərsliyi verilir. Əlifbanı öyrətməmiş birbaşa cümlələr qurulur. Tapşırıqlar verilir. Rus dili onu kimi. Digər məsələlər. Mən ibtidai sinifi ayrılıqda bir müəllim tutmuşam. Ayda 70 manat ona verirəm. İmkanım da yoxdur. Yəni deyim ki, imkanım var deyə verirəm. Xeyr, imkanım da yoxdur. Hardasa ancaq dolanıram. 70 manat ona verirəm. 60 manat rus dilinə verirəm. 60 manat ingilis dilinə verirəm. Mən nə qazanıram? Və yaxud o karyerdə işləyən, və yaxud o fəhləçiliklə böyüyən, yəni yaşayan bu valideynlər uşağı necə oxutsun? Yəni bugünkü gün mən Xırdalan şəhərində 2 nömrəli məktəbin tələbəsidir mənim evladım. Hansı ki, yatıb məktəblər açılanda təmirə başlayıb, 2 nömrəli məktəb. Və mən ayrılıqda bir 30 manat servizə pul verirəm, məni kimi də digər valideynlər verir. Və bu da bu xalqın əziyyətinə, hansısa bir maddi sıxıntılarına gətirib çıxardır. Bu nə vaxt düzələcək, Emil müəllim? Mən sadəcə sizdən müraciət edirəm sizə, müstəqil ölkənin vətəndaşı. Bu nə vaxta qədər düzələcək? Bu nə vaxta qədər belə davam edəcək? Mən niyə uşağı 1-ci sinifdən hazırlığa qoymalıyam? Uşaq qoyular, hazırlığa qoyular 10-cu, 11-ci sinifdə müəyyən bir institut, bir yaxınlaşdığı bir dövrdə yəni ali məktəbə hazırlıq üçün qoyular. 1-ci sinifdən harda görülüb uşağı müəllim yanına qoymaq? Mən belə bir qənaətə gəlirəm ki, gəlin belə bir şeylə, Emil müəllim, bu dövlət məktəblərini pullu eləyin. Mən ancaq belə əlac buna qalır. Pullu eləyin, biz də bilək ki, ayda məsəl üçün 30 manat, 40 manat, 50 manat nə verəcəyik? Orada süpürgə pulu yığılmayacaq, orada hansısa bir nəyəsə pul yığılmayacaq, orada normal təhsil keçirəcək. Bu da nədən irəli gəlir? Emil müəllim, siz özünüz gözəl bilirsiniz ki, bu repetitorluq həvəsi ölkədə başalıb gedir. Allah ruzusunu versin. Bəli, müəllimlər də evladını dolandırmalıdır. Ancaq o müəllimlər həmin enerjini dərsdə keçmirlər. Sərf eləmirlər, həmin enerjini sərf eləmirlər. Öz enerjilərini saxlayırlar. Hansı ki, məcburiyyət qarşısında repetitorluq eləyəndə ona saxlayırlar ki, həmən enerjini ora sərf eləsinlər və hansısa valideyn pul verdiyi valideyn o nəticəni görsün. Olmazmı ki, elə həmin gəlin belə eləyək də dediyim kimi, pullu eləyək dövlət məktəblərini, hamı da bilsin ki, məktəbə artıq bunun içində rus dili də var, ingilis dili də var, digər və yaxud da Azərbaycan dili. Yəni bu gənclər uçuruma gedir. Emil müəllim, təhsilə nəzarət edin, çox xahiş edirəm. Xahiş edirəm, bu insanlar yazıqdır. Evladları valideynlər güclə böyüdürlər. Biz istəyirik ki, evladlarımız gələcəyin yaxşı polisi olsun, gələcəyin yaxşı həkimi olsun. Bu ölkə, bu dövlət ona qadirdir. Ancaq bugünkü gün təhsilimizin 0 olmağı gətirib o vəziyyətə çıxardacaq ki, artıq savadlı hansısa bir gəncin inkişafından biz danışa bilməyəcəyik. Kimsə də danışacaqsa, hansısa bir imkanlının evladı danışa biləcək. Kasıb təbəqə o təhsildən danışa bilməz. Bəli, bəziləri də var ki, uşaq oxumur, heç ona təhsil keçirsə də o uşaq oxumur. Bu uşaqlar müəyyən bir qismidir. Ancaq ümumi planda götürəndə, bugünkü gün uşağın qavramağı gözəldirsə, hansısa bir talantı varsa, nə varsa da, amma bugünkü gün təhsilin yayınmağı, təhsilin zəif olmağı, o nə valideynin, nə də uşağın günahı deyil. Bugünkü gün mənim imkanım var, tutaq ki, qoydum repetitor yanına. Bəs digərinin yoxdur axı. Ayda 400 manat maaş alan adam, kirayədə yaşayan adam, o uşağına hansı bir müəllim tutsun, oxutsun uşağını? Və yazıq deyil o balalar. Hə, Emil müəllim? Mənim sadəcə subyektiv fikrimdir və sizə bir nazir kimi müraciətimdir. Allah xalqımızı, dövlətimizi qorusun.
Allah bu ölkədə daha da gözəl inkişaf nəsib edəsin və biz də bir Azərbaycanlı olmaqdan fəxr eləyək. Ancaq bu təhsillə vallahi deyirəm ki, inkişafdan geri qalırıq. Allah xalqımızı, dövlətimizi qorusun.